Sən yoqada nizamlı nəfəs və nizamsız nəfəs. Nizamlı nəfəs prananın açıq olması, enerjinin düzgün şəkildə bədənə yönəlməsi. Yəni oturduğun nöqtədən, başdan təpə nöqtədən ayağın ucuna qədər enerji axını olmalıdır bədəndə. Amma burada panik atak yaşayan insanlarda, məsələn, boğazda nə olur? Sıxılmalar, daralma olur. 5-ci çakra. Sinədə sıxılmalar olur. 4-cü çakra. Görürsünüz, burada 5-ci çakrada, 4-cü çakrada ürəkdir, problemlər yaranır. Yəni burada panik atak zamanı insanın çakralarında da bloklama gedir. Nəfəsdə daralma yaranır axı. Başa düşdünüz? Nəfəsdə daralma yarandığına görə çakralarda bloklama gedir. Nəfəs açılmalıdır ki, çakralar açılsın və insan bu bloklardan azad olsun. Çakraların bloklanması nədir? Xəstəlikdir.